Bugün sizlərlə güvənin son sınağı olan sınaq 15-in izahını paylaşıram. Birinci suala baxaq. Cümlələrlə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Xəmiri kündələyib yığır, yuxanı bir-bir yayıb süfrəyə qoyur, sacın qızmağını gözləyirdi. İlk öncə cümlələrimizi bir təhlil edək. Yığır kim? O. Yuxanı bir-birinə yayıb süfrəyə qoyur. Kim? O. Sacın qızmağını gözləyirdi. Gözləyirdi kim? O. Deməli, sadə cümlədir, həmcins xəbərli sadə cümlədir. Necə yığır? Xəmiri kündələyərək. Sonra necə qoyur? Yuxanı bir-bir yayaraq. Sonra nəyi gözləyirdi? Sacın qızmağını. İkinci cümləyə nəzər salaq. Sənəm xanım həyəcanla gah şairə, gah da atasının üzünə baxırdı. Baxırdı kim? Sənəm xanım. Kimə? Şairə. Kimə? Nəyə? Atasının üzünə. Necə baxırdı? Həyəcanla. Keçək fikirlərə. Deyir ki, ortaq fikirdir və ortaq fikir deyil. Həm ismi, həm feili birləşmə işlənmişdir. Ortaq fikir deyilsə, hər iki cümlədə də verilən fikir özünün əksini tapmalıdır. Baxaq birinci cümləyə. Xəmiri kündələyib feili birləşməni tapmışdıq. Yuxanı bir-bir yayaraq feili birləşmə var. Eyni zamanda ismi birləşmə də var. Sacın qızmağını. Nəyi gözləyirdi? Sacın qızmağını. Biz bilirik ki, əsas tərəfdə məstər olmasına baxmayaraq, əgər sacın yiyəlik və mənsubiyyət əlaqəsi varsa, bu ismi birləşmə sayılırdı ki, bəli, bu da ismi birləşmə hesab olunur. Bu fikir hələ ki birinci cümlədə var, amma ikinci cümləyə baxaq. Burada iki dənə söz birləşməsi tapmışıq. Sənəm xanımla atasının üzünə. Başqa feili birləşməmiz yoxdur. Yəni, hər ikisi də ismi birləşmə olduğu üçün bu ortaq fikir sayıla bilməz. Çünki hər iki cümlədə də öz əksini tapmayıb. Daha sonra həmcins üzlər işlənmişdir. Hər iki cümlədə də baxmalıyıq. Birinci cümlədə dedik, həmcins xəbərimiz var, xəbər. İkinci cümlədə isə kimə baxırdı şairə, kim nəyə? Atasının üzünə. Deməli, həmcins tamamlığımız var. Hər ikisində də həmcins üz işləmiş. Bəli, doğrudur. İsmin hal şəkilini qəbul etmiş sözlərin hər biri tabellik əlaqəsində həm əsas, həm aslı tərəfdir. Baxaq, ismin hal şəkilini qəbul etmiş sözlərimizə. Xəmiri yuxanı bir-bir yayıb, yuxanı. Sonra sənəm xanımda, burada hal şəkli qəbul edən söz yoxdur. Şairə sözünü götürə bilərik və atasının üzünə sözünü götürə bilərik hər ikisini. Tabellik əlaqəsini həm əsas, həm aslı tərəfdir. Tabellik əlaqəsini həm əsas, həm aslı tərəf olması üçün əlaqələnməyə baxmalıyıq. İndi hal şəkilçili söz əlaqələnirsə bir sözlə, yəni kündəliyib sözünə burada əlaqələnib, bu zaman hal şəkilçili tərəf olacaq aslı tərəf. Yəni əsas tərəf götürə bilmərik. Digər tərəfə baxsaq, yuxanı bir-bir yayıb. Yuxanı yenə hal şəkilsi qəbul edən tərəf yayıbla əlaqələnib. Nəyi yayıb? Yuxanı olur aslı tərəf. Sacın qızmağını. Sacın sözündə də var idi. Eyni zamanda yiyəlik hal və burada da təsirlik halımız var. Qızmağını, nəyi gözləyirdi qızmağını. Yenə də sacın sözü, bu qayda necədir? Gəlin onu xatırladım sizə. İkinci növ və üçüncü növ təyinli söz birləşmələrinin tərəfləri, yəni hər iki tərəfdə istəyir hal tərəfimiz, məsəl üçün deyək elə sacın qızmağını. Sacın qızmağı. Baxın, bu birləşmə üçüncü növ təyinli söz birləşməsi bilirik ki, burada yiyəlik hal var. İdarə əlaqəsinin hal varsa aslı tərəf sayılır. Bu zaman bu aslıdırsa, idarə əlaqəsində qızmaq tərəf olur əsas tərəf. Amma qızmaq tərəfində də olur mənsubiyyət. Bu isə uzlaşma əlaqəsinin göstəricisidir. Ümumiyyətlə, tabellik əlaqəsində göstərici hansı tərəfdəsə, ora sənin aslı tərəfin sayılır. Uzlaşmanın da aslı tərəfi bura sayılır. Və digər tərəfdə olur bizim əsas tərəfimiz uzlaşmaya görə. Bu uzlaşmanındır. Digər isə idarənindir. Görürsünüz, tərəfləri nə oldu? Həm aslı tərəf, həm əsas tərəf sayıldı. Digər tərəfdə də ikinci cümlədə atasının üzünə, burada da üçüncü növ təyin sözləşməsi görürəm. Deməli, bəli, üçüncü növ təyin sözləşməsi gördüsə, hər zaman ağlınıza bir qayda gəlsin ki, hər iki tərəfi də həm əsas və həm aslı tərəf ola bilir.
Atasının üzünə də yenə yiyəlik və mənsubiyyət olduğu üçün idarə olaraq da asılı əsas, uzlaşma olaraq da asılı əsas kimi götürülür. Ona görə 3 də doğrudur ki, hər iki cümlədə var. Burada bir dənə şərtləri diqqətli oxuyaq. İsmin haşiyəsini qəbul etmiş sözlərin hər biri deyir, amma hər biri deyir. Deməli, hal şəkilçili sözlərimizin hər birində ikinci üçünün təyin sözləşməsi yaranmadı. Yalnız atasının üzünə birləşməsində var, bir də sacın qızmağında var. Amma digər hal şəkilçili isimlərdə, yəni sözlərdə bu hal baş vermədi axı. Ona görə 3'ü götürə bilməyəcəyik artıq. Yəni hər birində yox. Mən də biləm cümlələrin hər birində deyir. Xeyr. Sözlərin hər birində deyir. Ona görə 3 olmayacaq. Digərinə baxsaq. Digərində isə deyir ki, ortaq fikir deyil. Bax, aydın izah eləməyə çalışıram ki, hər bir qaydaları da düzgün başa düşək. Tabeçilik əlaqəsində olan ifadələr bir-birlə tabeçilik bağlayıcıları ilə bağlanmışdır. Baxaq, tabeçilik əlaqəsində olan sözlərimiz burada bilirik ki, xəbərlərdir. Xəbərlər də bir-birinə bağlayıcı ilə mi bağlanıb? Xeyr. Digərində amma gah-gah da bağlayıcı ilə bağlanıbdır. Yəni şairə və atasının üzünə sözləri gah-gah da ilə bağlanıb. Deməli, ortaq fikir deyil. Yəni birinə aiddir, digərinə aid deyil. İndiki zamanda olan feillə ifadə olmuş xəbər işlənmişdir. Baxırdı, nə edirdi? Baxır. Digərində də gözləyirdi, sonra yığırdı, qoyurdu, nə edirdi? Yəni bunlar da indiki zamandadır. Deməli, ortaq fikir olduğu üçün götürə bilmərəm. Bizdən ortaq fikir deyil deyir. Söz birləşməsi ilə ifadə olmuş zərflik işlənmişdir. Birinci cümləmizdə çox qara oldu. Birinci cümləmizdə nə gördük zərfliyimizdə? Necə kündələyib, necə yığırdı? Xəmiri kündələyərək. Necə süfrəyə qoyurdu? Yuxanı bir-bir yayaraq. Burada söz birləşməsi ifadə olunan zərfliyim var. İkinci cümləyə baxsaq, Sənəm xanım həyəcanla gah şairə, gah da atasının üzünə baxırdı. Baxırıq ki, burada necə baxırdı həyəcanla? Zərflik var, amma söz birləşməsinin ifadə olunmayıb. Ona görə ortaq fikir deyil kimi götürəcək. Cavab olur 2, 4, 6. İkinci suala baxaq. Feil, təsdiqlənən feil xəbər şəklində və məhsul növdə olsun. Həm şəklinə diqqət edəcəyik, həm də qrammatik məna növünə. Çaş ədibin uzun illərdən bəri sandıqlarda qalan çap olunmamış əlyazmaları geniş oxucu kütləsinə çatdırıla. Çaş çatdırıla. Çatdırılmaq əl çəkicisi gəlib. Bilirik ki, arzu şəklindədir. Məhsul növdədir, amma şəkli düzgün deyil. Ona görə A variantı olmaz. Arxiv sənədləri tam araşdırılmadığı üçün rəsmi hesabatda bu qaranlıq tarixi hadisələrə bir daha nəzər salındı. Nəzər salmaq ın şəkilçimiz var, növ şəkilçimizdir. Nəzər salındı, D da bilirik ki, nədir? Bizim zamanımız. Yəni, xəbər şəklindədir. Amma nəzər salındı nəyə? Hadisələrə. Deməli, burada mübtədam yoxdur. Yəni, kim, nə sualına vermək olmur, mübtədanı bərpa etmək olmur, təsəvvürü mümkün deyilsə, hansı növdədir? Şəxsi növdədir. Xalqın rifahı və dövlətin tərəqqisi naminə qəbul edilən yeni qanunlar cəmiyyətin hər bir üzvü tərəfindən dərindən öyrəniləsidir. Baxaq, öyrənmək, öyrənilmək, ASS. Deməli, növ şəkilçimiz də var, ASS də var. ASS varsa bilir ki, bu lazım şəklindədir, xəbər şəklində deyil. Öyrənilmək də təbii ki, məhsul növdə olsa da bu lazım şəklində olduğu üçün götürmürük. Dumanlı hava çəkildikcə üfüqdəki heyran edici mənzərə yavaş-yavaş görünürdü. Görmək, görünmək. Görünmək feili hər zaman bilirik ki, qayıdış növdədir, məhsul növdə deyil. Düzdür, feilimiz xəbər şəklindədir, indiki zamandadır. Amma qayıdış növdədir deyə olmaz. Qayıdış növdə. Klassik şərq memarlığının nadir inciləri sayılan bu qədim abidələr dövlət tərəfindən ciddi şəkildə mühafizə olunur. Mühafizə olunmaq ın şəkilçimiz var, növ şəkilçimizdir. Ir da bilirik ki, indiki zaman, yəni xəbər şəklindədir. Nə mühafizə olunur? Abidələr. Bəli, mübtədanın da obyekt keçib subyekt yerinə, yəni mübtəda vəzifəsindədir. Bəli, olur. Məhsul növümüz. Y variantı. Baxaq 3-cü suala. Tabisiz mürəkkəb cümlələrlə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Hadisələr eyni zamanda baş verir. Baxaq görək. Çox keçmədən qapı açıldı və şeyxin boz saqqalı görünməyə başladı. Aha, görünməyə başladı nə? Şeyxin boz saqqalı açıldı nə? Qapı. Ümumiyyətlə, mürəkkəb cümlələrdə mütləq şəkildə mübtəda xəbəri təhlil etməyi unutmayın. Sonra mənaya baxırıq.
İndi baxaq görək, qapı açılır, sonra şeyxin boz saqqalı görünməyə başlayır. Yəni sonra sözünü artıra bilirəmsə və hadisələr ardıcıl baş verir demək ki, burada eyni zamanda xeyr, olmaz. Deməli bu yanlışdır, doğru veribdir, olmaz. Biri hadisənin səbəbini, digəri hadisə nəticəsini bildirir. Ocaq çatıldadıqca qığılcımlar ətrafa sıçraşır, yavaş-yavaş köz düşürdü. Burada səbəbini və doğru nəticəsini bildirmir axı. Burada da ardıcılıq var. Qığılcımlar ətrafa sıçraşandan sonra nə olur? Yavaş-yavaş köz düşür. İki işdən birinin mümkünlüyü bildirilir deyir. 2 məktub yazmışdım, hələ cavab yox idi. Baxın, 2 işdən birinin mümkünlüyü bildirilirsə, mütləq şəkildə bölüşdürmə əlaqəli tabisi mürəkkəb cümlədən söhbət gedir və burada da ya da, gah da, istər-istərsə də bilirik ki, bölüşdürmə bağlayıcıları ilə mütləq şəkildə bağlanır, intonasiya ilə bağlanmır bu cümlələr. Ona görə də burada bağlayıcı yoxdur və burada hələ 2 məktub yazmışdım, hələ cavab yox idi, amma cavab yox idi. Yəni burada qarşılaşdırma məzmunu var. Yəni yanlışdır. Yanlışdır, amma yanlış verdiyi üçün doğru götürəcəyik. Ardıcıl baş verən hadisələr sadlanır. Kəndin həyəti uzundur. Oğul, xırmanda hazırlamış taxıla kəndlinin əl vurmaya ixtiyarı yoxdur. Burada da ardıcılıq görmürük. Yəni yanlışdır, doğru veribdir. Bir fikir digər ilə qarşılaşdırır. Xalam istədi məni yanına aparsın. Amma əmim icazə vermədi. Bu doğrudur, amma yanlış veribdir. Bəli, özümüzdən yəni amma ancaq artıra bilirsə və mübtədalar icazə vermədi. Kim? Əmim. Xalam istədi məni yanına aparsın. Kim istədi? Xalam. Deməli, mübtədalarımız var. Mürəkkəb cümlədir. Amma da qoşa biliriksə qarşılaşdırılır fikirlər. Doğrudur və yanlış verdiyi üçün götürmədik. Mürəkkəb adının yazılışı doğrudur. Bakı Dövlət Universitetinin Filologiya fakültəsi. Fakültə sözü bilirik ki, kiçik olur, amma filologiya fakültənin adı böyük olmalıydı. Ona görə A variantı səhvdir. Vətənə xidmətə görə orden. Xidmət sözü burada kiçik olacaqdı. Ona görə də səhvdir. Uşaq Gənclər Şahmat Məktəbi. Ümumiyyətlə, qurum, təşkilat, məktəb, kollec, universitet adlarında hamısı böyük olmalıydı. Nəsimi adına Dilçi İnstitutun terminologiya şöbə sözü kiçik olmalıdır. Ona görə də Humanitar Fənlər Gimnaziyası doğrudur. C variantıdır. 5-ci suala baxaq. Fəxrəddin atdan düşüb gözəlin oğlanları ilə bərabər palçığı qurumayan bir qəbrə yanaşdı. Nə etdi? Yanaşdı. Kim? Fəxrəddin. Necə yanaşıb? Atdan düşərək. Nəyə yanaşıb? Qəbrə. Hansı qəbrə? Gözəlin oğlanları ilə bərabər palçığı qurumayan bir qəbrə yanaşıb. Fəxrəddin xüsusi isimdir. Bəli. Feili birləşmənin aslı tərəfidir. Dedik axı, xəbərlə əlaqələnibdir. Yəni düşüblə əlaqələnməyib, yanaşdı ilə əlaqələnibsə bu feili birləşmənin aslı tərəfi deyil. Yəni səhvdir. Biri götürmürük. Variantlardan da çıxırıq. Düşüb feili bağlamada feili birləşmənin əsas tərəfidir. Baxın, atdan düşüb. Görsün, təhlil ona görə vacibdir ki, sual verəndə artıq biz onun feili birləşmə olduğunu bilirik. Necə qəbrə yanaşdı? Atdan düşərək. Bəli, feili birləşmədir və əsas tərəfdədir. Doğrudur. Palçığı adlı haldadır. Mənsubi şəkli qəbul etmişdir. Baxın, qurumayan. Nə qurumayan? Onun palçığı qurumayan. Deməli, burada doğrudur. Adlı haldadır. Mənsubi şəkli qəbul etmişdir. Qurumayan təsvirlənən feildir. Səs və hərf tərkibi fərqlənmir. Tələffüzü necə olur? Qurumayan. Fərqlənir axı. Bu fərqlənmir deyir. Ona görə 4 səhvdir. Yanaşdı feil xəbər şəklindədir. Feildən düzəlmişdir. Yanaşdı sözünün kökü yan, yanaşmaqdır. İndi bu yanmaq feilindən yanaşmaq yaranarmı? Xeyr. Yan ismindən yanaşmaq yaranar. Ona görə də feildən düzəlmişdir. Deyilsə səhvdir. Bir leksik mənaya malik deyil. Cümlənin təsir gücünü artırır. Yəni ədatdır demək istəyir. Baxaq görək. Gözəlin oğlanları ilə bərabər palçı qurumayan bir qəbrə yanaşdı. 2 qəbrə yanaşdı, 3 qəbrə yanaşdı deyə bilmərik axı. Ona görə də bir sözü burada ədatdır, təsir gücünü artırmağa gəlibdir. Cavabımız olur 2, 3, 6. 6-cı suala baxaq. Hansı cümlədə həmcins üzvlər tamamlıqla sintetik əlaqəyə girmişdir? Tamamlıqla. Tamamlığın həmcinsini istəmir. Həmcins üzvlər tamamlıqla sintetik əlaqəyə girsin. Diqqətli olaq. Təbiət yazın gəlişi ilə tamamilə dəyişir. Hər tərəf yeni bir rəngə bürünür. Dəyişir nə? Təbiət.
Nə ilə? Yazın gəlişi ilə. Necə dəyişir? Tamamilə. Nə qədər dəyişir? Daha doğrusu keymiyyət miqdar zərfliyi olur. Hər tərəf yeni bir rəngə bürünür. Nə edir? Bürünür. Nə? Hər tərəf. Baxırıq ki, burada həmciz xəbərlər və ya həmciz tamamlıq yoxdur. Yəni, elə bir qaydamız yoxdur. Nəzərə alın ki, biz bu layihəni qızmar və boğucu yay günlərində tamamladıq. Nə etdik? Tamamladıq. Kim? Biz. Nəyi? Layihəni. Hansı layihəni bu? Nə zaman? Yay günlərində. Necə yay günlərində? Qızmar, necə? Boğucu. Aha, həmciz üz var. Amma bu həmciz üzlər tamamlıqla sintetik əlaqə girib? Xeyr, zərfliklə. Deməli olmaz. Kitabxanası bədii romanları, elmi ensiklopediyaları və tarixi sənədləri ayrı-ayrı rəflərə yığdı. Yığdı kim? Kitabxanaçı. Nəyi? Romanları, nəyi? Ensiklopediyaları, nəyi? Sənədləri. Burada tamamlığın həmcisliyini görürük. Bizdən amma həmciz tamamlıq istəmir. Tamamlıqla başqa bir həmciz üz əlaqəyə girsin deyir. Ona görə olmaz. Savadlı, uzaq görən və cəsarətli rəhbərlər hər zaman mühüm tarixi işlərə imza atırlar. İmza atırlar kim rəhbərlər? Hansı rəhbərlər? Savadlı, uzaq görən, cəsarətli. Həmciz üzlər var, amma mübtəda ilə əlaqələnib olmaz. Gənc sənətkar qədim, unudulmuş və sirli sənət növlərini böyük səbirlə araşdırırdı. Araşdırırdı kim? Sənətkar. Nəyi? Sənət növlərini. Hansı sənət növlərini? Qədim. Hansı unudulmuş, hansı sirli? Həmciz üzlərimiz var. Həmciz təyinlər. Nə ilə əlaqələnib? Tamamlıqla. Deməli, cavabımız olur Y variantı. Xəbəri frazolu birləşməli ifadə olunan şəxsiz cümləni müəyyən edin. Uzun sürən bir müzakirədən sonra komissiyanın yekun qərarına bir daha baxıldı. Nə etdi? Baxıldı. Bilirik ki, baxıldı. Nəyə? Komissiyanın qərarına mübtədası yoxdur, şəxsiz cümlədir, amma xəbəri frazolu birləşməli ifadə olunmayıb. Gənc hüquqşünasın bu inamlı və cəsarətli çıxışından sonra qarşı tərəfin bütün ittihamlarına son qoyuldu. Nə edildi? Son qoyuldu. Frazoloji birləşmədir. Nəyə son qoyuldu? Qarşı tərəfin bütün ittihamlarına. Yəni, mübtəda yoxdur. Mübtədası yoxdur, bərpa etməyi təsəvvürü mümkün deyil, şəxsiz cümlədir və eyni zamanda son qoyuldu frazoloji birləşmədir. Cavabımız olur elə B variantı. Bu möhtəşəm tarixi abidənin bərpası və mühafizəsi dövlətin ən mühüm vəzifələrindən biridir. Dövlətin vəzifələrindən biridir. Bütöv götürülür, ismi xəbərlidir. Bizdən amma frazoloji birləşmə istədiyi üçün götürə bilmərik. Həm də eyni zamanda müəyyən şəxs cümlədir. Dövlətin ən mühüm vəzifələrindən biridir. Nə? Tarixi abidənin bərpası və mühafizəsi. Eyni zamanda mübtədası da var. Ona görə də müəyyən şəxslidir, götürə bilmərik. Son vaxtlar şəhərin mədəni həyatındakı dəyişikliklərdən və yeniliklərdən hər yerdə ağız dolusu danışırlar. Ağız dolusu danışırlar. Xəbər cəmdədir. Kim danışır? Bir qrup şəxs. Bu olur artıq qeyri-müəyyən şəxsli cümlə. Sənətkar ömrünün son illərində qələmə aldığı bu əsərlə sənət dünyasına tamamilə yeni nəfəs gətirdi. Nəfəs gətirdi. Kim? Sənətkar. Mübtədası var. Xəbər frazoloji birləşmə olsa da müəyyən şəxsli cümlədir. Səkkizinci suala baxaq. Bəndlərdən birində qeyri-müəyyənlik adı olan isim işlənməmişdir deyir. Diqqətli olun. Yenə gözlərimdə hava qaralır, yenə dağ başına duman qaralır. Dağın başını özümüzdən ın artıra bilərək qeyri-müəyyən işlənib. Mənə nə göylərdən bir təsəlli var, nə yerlər ruhumu zövq ilə oxşar. Deməli, burada da yəli hal görmürük. Cavab olur elə B variantıdır. Digərlərinə baxaq görə yəli hardadır? Başına döndüyüm güllər, çiçəklər, tərlanlar oylağı yadıma düşür. Tərlanların oylağı. Yenə od içində yanır bədənim, dağlar ağırlıqda, dərdim var mənim dağların ağırlığında. Şahım, olmasa da vəliəhdiniz, İran torpağına hakimsiniz siz, İranın torpağına. Bəli, ona görə də cavabı olur B variantı. 9-cu suala baxaq. Deyək ki, hansı cümlədə sifət, cəm və hal şəkisi qəbul etmişdir? Diqqətli olaq. Həyatın sərt sınaqları qarşısında çoxları sarsılsa da, iradəsi güclü olanlar tarix yazmağı bacarırlar. Burada sərt sözüdür. Sifət olan, başqa da sifətimiz yoxdur. Güclü sözünü götürməliyik. Güclü olmaq, çünki bu mürəkkəb feildir.
Sərt sözü də qarşı tərkibində heç bir şəkilçi yoxdur. Keçmişin qaranlıq səhifələrini dərindən bilənlər gələcəyə daha inamlı addımlarla irəliləyirlər. Dərindən sözünü deyə bilərik ki, dərin sözü sifətdir, amma burada isə sifət artıq deyil. Sifət kimi işləyir. Ümumiyyətlə bu cümlədə sifət yoxdur. Niyə? Necə bilənlər dərindən. Dən şəkilçisi artıq qəbul etdiyinə görə və bu leksik şəkilçi olduğu üçün zərf düzəldi. Biz sifətdən artıq zərf düzəltmişik. Bu zərfdir. Zamanın süzgəcindən uğurla keçmiş sənət əsərləri oxuyana hər sətirlə fərqli bir dünya bəxş edir. Fərqli dünya, amma tərkibində heç bir cəm, hal, şəkilçisi yoxdur. Tarixən müdriklərin nəsihətləri cəmiyyəti böyük mənəvi böhranlardan xilas edən bir mayak olmuşdur. Müdriklərin böyük mənəvi böhranlardan xilas edən bir mayak olmuşdur. Bəli, burada 3 dənə sifət var. Amma tərkibində baxırıq hansı şəkilçisi var? Müdrik sözü. Müdrik necə? Müdrik lər cəm şəkilçisidir. İn də yenə hal şəkilçisi. Ona görə cavab olur elə D variantı. Həyatın zirvəsinə ucalmaq istəyirsənsə, gözün hər zaman yuxarılarda olsun, lakin heç vaxt aşağıları unutma. Yuxarı aşağı sözləri zərfdir, olmaz. Ümumiyyətlə bu cümlədə də sifət yoxdur. 10-cu suala baxaq. Deyir ki, hansı bənddə verilmiş sözlərin hər ikisi bütün tələbləri ödəyir? Baxaq uçurum və daşlaşmaq sözlərinə. Deyir ki, tərkibinə görə iki cür düşünülə bilər. Təhlili və kökü amonim olsun. Hər ikisinin də tərkibində leksik şəkillərin işləndiyi əminliklə deyə bilərik ki, yəni mütləq tərkibində leksik şəkilçisi var. Kökü və başlanğıc formaları fərqlənsin. Deməli, düzəltmə sözü olsun. İndi uçurum sözünü iki cür düşünmək olur. Bir var deyirsiniz, uçurum, isim kimi düşünsək, uçmaq, uçurmaq, uçurum. Bir də mən uçurum, nə idim uçurum, uçmaq, uçurmaq, artıq qrammatik şəkilçisi. Tərkibinə görə iki cür düşündük. Sonra tərkibin kökü amonimdir. Bəli, uç sözü amonimdir. Uçmaq biri var, qanad açıb uçmaq, biri dağılmaq mənası var. Tərkibindəki leksik şəkillərin əminliklə işləndiyini əminliklə demək mümkündür. Bəli, bu versiyada da deyə bilirəm. Yəni uçurum, nə idim, uçurum kimi də deyə bilərəm. Hər ikisində tərkibində leksik şəkilçisi var. Kökü və başlanğıc forması fərqlidir. Bəli, kökü uçdu, başlanğıc forması uçurdu. Daha doğrusu uçurumdu. Digər sözdə isə kökü uçdu, başlanğıc forması uçurdu. Yəni kökü və başlanğıc forması fərqlidir. Bu deməkdir. Yəni, daşlaşmaq sözünə baxaq görək, bu da uyğundurmu? Daşlaşmaq. Kökü daş, daşlamaq, daşlaşmaq, maq da qrammatik. Daş, bu zaman daşlamaq yox, laş bütöv götürülür, maq da qrammatik. İndi mənalarına gəlin baxağın. Əgər uşaqlar qarşı-qarşıya daşlaşırsa, daş atırsa bir-birinə, burada laş parçalanır, olur hətta qarşılıq növdə. Amma daşlaşmaq bir dəfə bərkimək mənası. Məsələn, çörək deyirsən, qalıb stolun üstündə daşlaşır. Burada yenə laş parçalanmadığı üçün olur məlum növdə. İndi tərkibinə görə təhlilləri iki cür düşünülə bildi. Bəli, amonimdir. Daş sözü amonimdir. Feil və isim kimi işlənə bilir. Tərkibindəki leksik şəkilinin işləndiyi əminlə demək mümkündür ki, hər ikisində tərkibində leksik şəkilçisi var. Kökü və başlanğıc forması fərqləri dedik. Kökü daşdı, burada daşlaşdı. Burada kökü daşdı, burada da daşlaşdı. Yəni kökü və başlanğıc formaları da hər ikisində də fərqlənir. Deməli, cavabımız olur nə? A variantı. Digərlərində bu hal baş vermir. 11-ci suala baxaq. Nöqtələrin yerinə uyğun sahitlər yazılmalı. Uyğun sahitlər verilib yuxarıda və bu nöqtələrin yerinə təbii ki, ardıcıl şəkildə eyni sahitlər yazılmalıdır. Baxın, bir-birlə bütün sözlərin yazılışını yadımıza salaq. Müntəxəbat, salnamə, formal. Cəvahirət əylə yazılır. Nostalji o, funksiyoner. Sonra seyrənca, periodik, təbaşir, tələbat, pioner dedik, stomatoloq, sonra kəhrəba, kəhkəşan, ayla yazılmır, tolerant. Gördüyümüz kimi
Baxın, burada ə verib, burada amma a verib o yazıldı, səhvdir. Burada ə doğrudur, amma a-da o yazıldı, səhvdir. Təbaşir ə verib a yazılıbdı, səhvdir. Sonra kəhrəba, kəhkəşanda a deyir, ə yazılıb, səhvdir. Deməli cavabımız olur nə? A variantı. 12-ci suala baxaq. Eyler-Venn diaqramına və nümunələrə əsasən doğru fikirləri müəyyən edir. Pəncərədən baxanda gözəl mənzərə açıldı. Günəşin şüaları Xəzərin mavi sularında bərq vurur, ləpələr sanki rəqs edirdi. Baxın, bu cümləni oxuyanda ilk öncə bilməlisiniz ki, qoşa nöqtə var, cümlə bitib, qoşa nöqtə gəlib və bu cümlə izah olunub, aydınlaşdırılırsa, bu tabesiz mürəkkəb cümlədir. Hansı əlaqə var burada? Aydınlaşdırma əlaqəsi. Sonra digər cümləyə bax. Əyri adam içindəki xəyanəti gizlətmək üçün fürsətdən istifadə edib sədaqətli olduğunu isbat edir. İsbat edir kim? Adam. Düz adam isə buna ehtiyac duymadığından həmişə şübhəli qismində qalır. Şübhəli qismində qalır kim? Adam. Burada var hansı adam düz, hansı adam əyri. Burada nə görürük? Yenə tabesiz mürəkkəb cümlə görürük. Və tabesiz mürəkkəb cümlə isə bağlayıcısı ilə bağlanıb, qarşılaşdırma bağlayıcısı. Deməli, burada da qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlədir. Deməli, hər ikisi də tabesiz mürəkkəb cümlədir. İndi A-da deməli verilən fikirlərdə bu cümləyə baxacağıq. Mürəkkəb cümlədir. Birinci cümlədə ifadə olunan fikir ikinci cümlədə aydınlaşdırılır. Bəli, aydınlaşdırma dedik varsa bir doğrudur. Frazeoloji birləşmə işlənmişdir. Amma Eyler-Venn diaqramında verilən fikirləri hər ikisinə də mütləq baxın. Pəncərədən baxan bərq vurur. Bəli, bərq vurur. Frazeoloji birləşmədir. Digərində isə fürsətdən istifadə edib. Hər ikisində də olduğu üçün 2-nin yeri səhvdir. Burada yazılmalıydı. Cümlədə feili birləşmə ilə ifadə olmuş zərflik işlənmişdir. Baxaq. Nə zaman gözəl mənzərə açıldı? Pəncərədən baxanda. Bəli, burada var. Digər tərəfə baxaq. Əyri adam içindəki xəyanəti gizlətmək üçün fürsətdən istifadə edib sədaqətli olduğunu isbat edir. Necə isbat edir sədaqətli olduğunu? İçindəki xəyanəti gizlətmək üçün fürsətdən istifadə edərək. Baxın, burada da var feili birləşmə. Zərflik, feili birləşmə ilə ifadə olmuş zərflik. Deməli, 3 doğruda ortaq götürülə bilər. Əsas nikslərlə yanaşı köməkçi nikslər də işlənmişdir. Baxaq. Birinci cümlədə köməkçi niksəmiz sanki modal sözü, ikinci cümlədə isə tapmışıq, hətta 3-ün var. Deməli, doğrudur. 4-də doğrudur, ortaq cəhət hər ikisində də var. Cümlədə 3 qrammatik əsas var. Baxaq. Biz burada axı 2 mübtəda 2 xəbər tapmışıq. Deməli, 2 qrammatik əsas var. 5 B-yə səhvdir. Çıxarıq variantlarda, indi imtahanda variant çıxmağa diqqət eləyin. Amma axıra qədər oxumağa da vərdiş eləyin. Mürəkkəb cümlədir. Cümlədə fikirlərini bir-birlə qarşılaşdırılır. Bəli, dedik ki, qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlədir. Cavab olur D variantı. 13-cü suala baxaq. Yanlışı istəyir bizdən. Hər kim çətinliyi görsə doyunca ömrün iç yüzünü o anlayacaq. Burada hər kim görürük. Nədir bağlayıcı sözümüz? Çünki burada sahədə var. Bilirik ki, bu budaq baş sxemidir. Həm də bunu belə də tapmaq olar ki, ikinci cümlədən əgər suala, yəni hansı cümlədən verirsiniz, o cümlə baş cümlə sayılır. Ömrün iç yüzünü anlayacaq kim? Hər kim çətinliyi görsə doyunca. Yəni çətinliyi görənlər ömrün iç yüzünü anlayacaq. Yəni bu cümləyə sual verirəmsə, bu cümlə olur baş cümlə, digər cümlə olur budaq cümlə. A variantı doğrudur. Komponentlərin hər ikisi müəyyən şəxsi cümlədir. Anlayacaq kim? O. Çətinlik görürsə kim? Hər kim. Deməli var. Bəli, hər ikisi müəyyən şəxsi cümlədir, mübtədaları var. Budaq cümlə baş cümləyə bağlayıcı söz və şərt şəkilçisi. Baxıram, hər kim bağlayıcı sözün və sahisə şərt şəkilçisi var. Bu da doğrudur. Həm baş cümlənin, həm də budaq tərkibindəki cümlələr feili xəbərlidir. Anlayacaq, nə edəcək, anlayacaq. Görsə, nə etsə, görsə doğrudur. Həm baş cümlənin, həm budaq cümlənin tamamlığı söz birləşməsi ilə ifadə olunmuşdur. Nəyi anlayacaq? İç yüzünü baş cümlədə söz birləşməsidir. Deyirsən, nəyi görsə çətinliyi, burada isə bir sözdür. Deməli, bu yanlışdır ki, hər ikisində söz birləşməsi ifadə olunmayıb. Baxaq 14-cü sualımıza. Uyğunluğu istəyir bizdən. Baş yüzlərin hər ikisi söz birləşməsi ilə ifadə olunmuşdur. Baş yüzlərinin biri söz birləşməsi ifadə olmuş istəyir, sonra təyin və zərflik söz birləşməsi ifadə olmuş istəyir. Gəlin təhlil edən öz onsuz uyğunluq çıxacaq ortaya. Gənc nəslin mənəvi tərbiyəsi cəmiyyətin gələcək inkişafının təməl daşıdır.
Nəslin mənəvi tərbiyəsi nədir? Cəmiyyətin gələcək inkişafının təməl daşıdır. Görürük ki, xəbərimizdə, mübtədamızda söz birləşməsinin ifadə olunubdur. Deməli, birə nə gedər? A. Xalqın tarixi yaddaşı milli mənliyin qorunub saxlanmasında ən güclü vasitədir. Vasitədir nə? Xalqın tarixi yaddaşı. Burada nə görürük? Xəbər baş üzlərdən yalnız biri sözləşməsinin ifadə olunmuşdur. Bəşəri dəyərlərə söykənən qanunlar tarixin sınaqlarından uzaq çıxaraq günümüzə çatmışdır. Nə etmişdir? Çatmışdır. Nə? Qanunlar. Hansı qanunlar? Bəşəri dəyərə söykənən qanunlar. Necə gəlib günümüzə çatmışdır? Tarixin sınaqlarından uzaq çıxaraq. Deməli, zərflik və təyin söz birləşməsinin ifadə olunmuşdur. Gedir 3-ə də C. Şərq fəlsəfəsinin fundamental prinsipləri müasir dövrdə də öz aktuallığını qoruyur. Aktuallığını qoruyur nə? Şərq fəlsəfəsinin fundamental prinsipləri. Burada da nə görürük? Yenə baş özlərdən birinin həmcinsliyini görürük. Gedir 2-yə D. Eyni zamanda milli adət-ənənələrə dərindən bağlı olan sənətkar öz əsərlərini sələflərindən ilham alaraq yazırdı. Yazırdı kim? Sənətkar. Hansı sənətkar? Milli adət-ənənələrinə dərindən bağlı olan. Necə yazırdı? Öz əsərlərindən, sələflərindən ilham alaraq. Deməli, yenə zərflik və təyinin söz birləşməsi ilə ifadə olunub. Burada da cavab olur. 3-də də Y gedir. Cavab olur C variantı. 15-ci suala baxaq. Təsviri mənfi formalarına əsasən düzgün ardıcılı müəyyən edin. Həm fe'li bağlama, fe'li sifət və məsdəri istəyir bizdən. Ardıcılıq burada necə olacaq? Yəni fe'li bağlama birinci verilibsə, fe'li bağlama harda, hansı rəqəm, hansı cümlədəsə onu buraya yazacağıq. Fe'li sifət hansı cümlələrdəsə onu yazacağıq, məsdər hansı cümlələrdəsə onu yazacağıq. Yəni bu bizə verilən ardıcılıq bax budur. Buna uyğun tapıb yazacağıq. Gəlin baxaq görək fe'li bağlama hardadır. Sən insan oğlunun taleyinə bax. Ona göz dağıdır yerdə yaşamaq. Yaşamaq birdədir. Deməli, məsdərə yazıram 1. Yox, sərraf gözüdür mənim bu gözüm. Öz tutduğuma heyranam özüm. Dığı deyib görürük burada fe'li sifət. 2. Yox, sən anadan artıqsan mana. Həyatım olduqca, borcluyam səndıqca dikcə. Bilirik ki, fe'li bağlama şəkilçisidir. Belə cavab verən. Dilim var olsun, yurdunu atana, dünya dar olsun. Anən var. Deməli, bu da olur 4 bura. 3, 2, 4, 1. Hardadır? Y variantında. Hansı xüsusiyyətlərin yeri dəyişdirilsə, cədvəldə uyğunluq bərpa olunar? Deməli, bədii üsluba aid xüsusiyyətlər verilib, bir də elmi üsluba aid xüsusiyyətlər verilib. Şərh etmək, izah etmək, nəticə çıxarmaq. Bu üslubun əsas xüsusiyyətlərindəndir ki, səhvdir ki, elmiyə aiddir, bir dəyişməlidir. Götürək biri. Şeir nəsə dramaturgiya dili formasındadır, düzdür, bədii üslubdadır. Xitablardan bədii intiharına geniş istifadə edilir ki, bədii üsluba aiddir. Elmi üsluba aid xüsusiyyətdir. Məntiqilik, ardıcıllıq, dəqiqlik, konkretlik bilirik ki, elmi üslubdadır. Mürəkkəb cümlələr, modallıq bildirən sözlər də elmi üslubdadır. Ən qədim üslubdur. Ədəbi dil tarixində geniş, həmişə aparıcı üslub olmuşdur. Bəli, bu bədii üslubdadır. Bu tərəfə keçməlidir. Ona görə 1-6 uyğunluğu da olur D variantı. Durğu işarələrin. Nümunədə buraxılmış durğu işarələrini müəyyən edin. Məsəti xanım ona işarə edərək qoşa nöqtə, fikir aşağıdan başlayıb, diyaloq formasındası tire. Qızım, vergül xitab, həmən qəzəli oxu, dedi. Ümumiyyətlə, vasitəsini iqdə bilirik ki, iki nitqin arasında m varsa, yəni v-dan sonra m gəlirsə, dedi m-dır, vergül tire olur. Dedi, oxu ki, yenə v gəlibsə, yenə digər tərəfində də vergül tire. Oxu ki, bağlayıcıdır, tabiri mürəkkəb cümlədir, vergül qoyulmalıdır. Bizim bundan şad günümüz olmayacaqdır. Yenə vasitəsiz bitdi, m gəldiyi üçün vergül tire. İndi sayağın vergüllərimizi. Qoşa nöqtə, bir qoşa nöqtə, 3, 4 tire, eyni zamanda 5 də vergül. Qoşa nöqtə, 4 tire, 5 vergül, D variantı. Yazının hansı növünə aid nümunə verilməmişdir, deyir. Bir baxaq, çıxaq. Nəqliyyat yolunda ağ fon üzərində çəngəl bıçaq şəkli, baxın, nəqliyyat yolunda çəngəl bıçaq şəkli o demək deyil ki, burada çəngəl bıçaq satılır. Əgər şəkli olduğu kimi başa düşürsənsə, bu şəkli yazıdır. Yox, altında başqa bir mənası varsa fikri yazdı. Deməli, bu fikri yazdı. Burada yəni restoran işarəsini bildirir. Nişanlı qızın barmağındakı qızıl üzük də bir nişandır, fikri yazıdır. Ət mağazasının girişində qoyulmuş inək kəlləsi
bilirik ki, əşyadırsa əşyəvi yazıdır. Latin qrafikalı Azərbaycan əlifbası hərfi yazı. Deməli, şəkli yazı yoxdur bizim üçün A variantı. İtaətsizlik sözünü təhlilini istəyir bizdən, amma yanlış fikirləri. Gəlin ilk öncə tələffüzünü mütləq yazın, siz də bunu vərdiş eləyin. Ayət birləşməsində bilirik ki, y artımı yoxdur və sadəcə səs uzanması var. Digər tərəfdə isə l keçdi d-ya, ç keçdi ix səsinə. Səs və hərf tərkibi arasında 3 fərqli məqam var. Biz burada 2 fərqli məqam görürük. L dedik keçdi d-ya, ç ixə. Deməli, elə fikir burada səhvdir ki, 2 fərqli məqam var, 3 deyir. Amma digərlərinə də baxaq. Çar qarşılığı olmayan cingiti samit işlənməmişdir deyir. Bəli, l, m, n, r samitlərini görmürük. Tələffüzə baxdığımız üçün saitlə, samitlə bağlı nə soruşdu, tələffüzə baxırıq. Ona görə doğru fikirdir. Tərkibində uzun tələffüz olunan sait işlənmişdir. Bəli, var. Doğru fikirdir. Çar samitlərin sayı incə saitlərin sayına bərabər. Baxaq, t, s, ix. 4 çar samitimiz var. İ, a, ə, i. 2 dənə, yəni 4 dənə cingiti saitimiz var. Bir-biri ilə qarşılıq təşkil edən samitlər işlənmişdir ki, t ilə d da qarşılıq təşkil edir bir-biri ilə. Doğru fikirdir. Keçək 20-ci suala. Təşəxxüs sözü nə deməkdir? Təkəbbür, lovğa, lovğalıq. Təşəxxüs sözü deməli təkəbbür, lovğalıq deməkdir. Biz bilirik ki, sinonimi axtaranda da mütləq nik səsinə diqqət etməliyik. Deməli, təşəxxüs isimdirsə isim olanını axtaracağıq. Bəzən təkəbbürlü də verə bilər ki, bunları götürməyəcəyik. Görürsünüz, təkəbbürlü rəftar fərdin cəmiyyət daxilindəki mənəvi nüfuzunu tamamilə hissini edir. Burada təkəbbürlü sözü var, amma dedik ki, sifət olan təkəbbürlüdür, olmaz. İnsan daxili dünyası zənginləşdikcə lovğalıq boş iddialardan uzaqlaşır, təvazökarlığın ali mərtəbəsinə ucalır ki, lovğalıq sözü elə isimdir, təşəxxüs sözünün mənası eynidir. Heç bir fundamental biliyi olmadığı halda ətrafındaşları böyük elmi tapıntılardan iddia satmaq, gülünc görünməkdən başqa bir şey deyildi. Burada isə elə bir sözümüz yoxdur. Kollektiv içərisində özünü çəkmək feildir, frazoloji birləşmədir, təşəxxüs isimdir, olmaz. İrəli sürülən hər bir innovativ təşəbbüs isə cəhd etmək deməkdir ki, təşəxxüslə eyni mənanı vermir. Keçək 21-ə. Məmləkətin hüdudlarını qorumaq üçün gedən qəhrəman ordunuza mənim də oğlanlarımı qəbul edin. Qəhrəman ordunuza mənim də oğlanlarımı qəbul edin. Nə edin? Qəbul edin. Kim? Siz. Qəbul edin. Haraya? Ordunuza. Nəyə? Ordunuza. Hansı ordunuza? Qəhrəman. Kimi qəbul edin? Mənim oğlanlarımı. Nə üçün? Hansı qəhrəman ordunuza? Yenə hansı ordunuza? Məmləkətin hüdudlarını qorumaq üçün gedən ordunuza. Bizdən indi cümlə ilə bağlı yanlışlar istəyir. Sintaktik təhlillə bağlı yanlış istəyir. Feili birləşmədə ifadə olmuş zərflik işlənmişdir. Baxaq ki, ümumiyyətlə cümlədə gördük, təhlillədik, gördük ki, zərflik yoxdur. Elə yanlışımız olur A variantı. Amma digər variantlara da baxaq. Ona görə cümləni təhlil edib aşağı düşmək sizin üçün variantlara sonradan baxmaq daha yaxşıdır. Sintaktik təhlil istəyirsə. Xəbər mürəkkəb feillə ifadə olunmuşdur. Bəli, qəbul etmək mürəkkəb feildir. İsmi birləşmələ ifadə olmuş tamamlıq işləmişdir. Mənim oğlanlarımı, bəli, ismi birləşmədir. Təyinlərdən biri feil sifət tərkibi, məmləkətin hüdudlarını qorumaq üçün gedən. Digər isə sifət, qəhrəman, doğrudur. Mübtəda işlənməmişdir, bəli, işlənməyib. Qəbul edin kim? Siz. Siz var mı cümlədə? Xeyr, yoxdur, işlənməyibdir. Deməli, cavab olur A variantı. Həm tabiilik, həm də tabiislik bağlayıcısı deyir. Cümlədə işlənsin. Həqiqi alim həm nəzəriyyəni mükəmməl bilməli, həm də təcrübəyə böyük önəm verməli. Həm də bilir ki, tabiisizlikdir, biri var, biri yoxdur. Tarix sübut edir ki, elmdən uzaq düşən millətlər tənəzzülə məhkumdur ki, yalnız tabiilik bağlayıcısı var, tabiisizlik yoxdur. Həyatın sınaqları güclü insanları bəzən yorur, lakin tabiisizlik bağlayıcısıdır. Əgər cəmiyyətdə qarşılıqlı hörmət yoxdursa, orada dayanıqlı inkişafdan danışmaq yersiz. Baxın, əgər nədir? Tabiilik bağlayıcısı. Burada tabiislik bağlayıcısı yoxdur. Ona görə D də olmaz. Mütəfəkkirlər yazırlar ki, tabiilik bağlayıcısıdır. Çünki də
Tabelik bağlayıcısı. Amma burada gələni görürəm ki, kitab oxumayan fərd nə özünü, nə də dünyanı dərk edə bilər, nə də inkarlıq olan tabesi bağlayıcısıdır. Hər ikisi də olduğu üçün olur Y variantı. 23-cü sual. Nümunəyə və cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Birinci misrada fonetik norma pozulmuşdur. Baxaq. Ah, nə deyim, nə ad verim, bu aləmdə mən sana. Sana yox, sənə deməli idi. Deməli, doğrudur. Fonetik norma pozulubdur. Əvəzliyin bütün məna növlərinə aid nümunə işlənmişdir. Baxaq. Nə deyim, sual əvəzliyimiz var. Nə ad verim, bu aləmdə işarə var, şəxs var. Bu qələm, bu da şahıs öz hüsnünü yazsana və qeyri-müəyyən əvəzliyimiz yox. Təyin əvəzlikdir bu da, amma qeyri-müəyyən yoxdur. Bütün növünə deyilsə səhvdir. Köməkçi xisləri işlənmişdir. Bəli, ah var, nidadır. Sonra da var, bağlayıcıdır, doğrudur. Yanlışda isə yanlış fikir axtaracağıq ki, uyğun olsun. Feillərdən biri şərt şəklindədir. Baxaq, deyim əmrdir, verim əmrdir. Sonra yazsana isə yaz yenə əmrdir. Sana burada əmr ədatıdır. Deməli, şərt şəkli də yoxdur, yanlışdır. Götürəcəyik. Mənsubi şəkilsi qəbul etmiş söz adlı halda deyil. Öz hüsnünü, hüsnünü də nədir burada? Təhsillik hal, düzdür, adlı halı deyil. Doğru olduğu üçün, yanlışda verildiyi üçün götürmürük. Hər iki misrada fraza birləşmə işlənmişdir. Ad verim. Hər iki misrada fraza birləşmə işlənmişdir. Birinci misrada ad verim var. İkinci misrada isə fraza birləşmə yoxdur. Cavab olur 6-nı götürürük. Cavab olur 1, 3, 4, 6. Tam cavabımız budur. 24-cü suala baxırıq. Cədvəlin nümunələrə əsasən uyğun fikirləri müəyyən edin. Cədvəldən gedək fikirlərə. Birinci nümunəyə aid doğru fikir istəyir bizdən. Deyək ki, birinci cümləmiz budaq baş sxeminə uyğun tabeli mürəkkəb cümlədir. Gəlin baxaq. Ədalət mülkündən kim üz çevirsə, ona aqil deməz, ağıllı kimsə. Burada sasəni görüb bilirik ki, budaq baş sxemidir. Doğrudur. Sonra mürəkkəb cümlənin komponentlər bir-birinə bağlayıcı ilə bağlanmışdır. Kim üz çevirsə, bağlayıcı söz, eyni zamanda şərt şəkli. Deməli, bağlayıcı ilə yox, bağlayıcı söz və şərt şəkilçisi ilə bağlanıbdır. Fikir səhvdir. İkinci nümunəyə aid, amma yanlış fikir istəyir. Diqqətli olaq. Həm təsvirlənən, həm təsvirlənməyən feil işlənmişdir. Baxın, deyə bilərəm, nə edərəm, dana bilmərəm, nə etmərəm. Deməli, bilirik ki, təsvirlənən feildir. Dediyimi, feil sifət dığı var. Dediyimi, yenə feil sifət var. Deməli, doğrudur. İşlənmişdir. Amma bizdən yanlış istəyir. Yəni, ona görə götürə bilmərik. Frazoid birləşmə ilə ifadə olmuş xəbər işlənmişdir. Frazoid birləşmə ilə ifadə olunan xəbərimiz yoxdur. Deyə bilərəm, bilirik ki, AE feil üstəgəl AE plus bilmək feilidir, yaranmış mürəkkəb feildir. Bunlar frazoid birləşmə hesab olunmur. Yəni, işlənmişdir dediyi üçün səhvdir, götürürəm. 1, 4. Söz birləşməsi ilə ifadə olmuş tamamlıq işlənmişdir. İndi ortaq fikir hər ikisinə də aid olan istəyirsə, baxaq. Tamamlıqlarımız nəyi deyə bilmərəm dediyimi, nəyi dediyimi. Görürsünüz, burada deməli sözləşməsi yoxdur, amma digəri nədən üst sevirsə ədalət mülkündən. Bəli, burada sözləşməsi var, amma ortaq olmadığı üçün götürmürəm, 5 səhvdir. Mürəkkəb cümlədir. Birinci cümləmiz bilirik ki, tabeli mürəkkəb cümlədir. İkinci cümlə deyə bilmərəm kim mən, dana bilmərəm kim mən. Hər ikisi də mən olduğu üçün deməli bu da sadə cümlədir. Bu da 6-nı da götürə bilmirik. Cavab olur 1, 4. 25-ə baxaq. Düz sözünün hansı hissəsinə aid olduğunu ardıcılıqla müəyyən edin. Mən sənə məsləhət görürəm ki, öz yolunla düz keçib gedəsən, necə keçəsən. Düz hərəkəti izah eləyirsə nə olur? Zərf. Deməli, zərf hardadır? 3. Həyatın tufanları qarşısına əyilməyən düz insanları necə insan? Hərəkəti yox, ismi izah edir bu dəfə. Deməli, nə olur? Sifət. 4. İllər sonra doğma kəndə qaydanda düz uşaqlığımın keçdiyi o qoca çinarın altında dayandım. Düz orada dayandım. Deməli, burada nə olur? Ədat. Lap sözü ilə əvəz edə bilirəm. Lap uşaqlığımın keçdiyi o qoca çinarın altında dayandım. Deməli, olacaq 5. Budur, bax, az qalmış yenə səhərə. Düzürəm sözləri mən sətirlərə. Düzürəm, nə edirəm? Feil 1. Cıdır düzü. İsim olur, bu da 2. Deməli, ardıcılıq nə oldu? 3, 4, 5, 1, 2. 26. Leksik normaya uyğun cümlələrdir. Yəni, sözün işlənməsi mənasında problem olmasın.
Bu dünyada otun, suyun, torpağın da yaddaşı var. Bilirik ki, məcazlik leksik norma pozuntusu yaratmır. Doğrudur. Vətən müharibəsi haqqında bir çox əsərlər yazılmışdır ki, burada da heç bir pozuntu yoxdur. 4000-dən çox cəsur igidlərimiz torpaq uğruna vəfat etdilər. Vəfat etdilər yox, şəhid oldular deyilməli idi. Söz düzgün işlədilməyib, leksik norma pozulub. Fatimə xala qızı üçün yorğan sırıyırdı. Doğrudur. 7 il əvvəl buralarda keçirdiyim xoş saatlar tamamilə xəyalımda səslənirdi, yox, canlanırdı. Deməli 5-də səhvdir. Olur cavabımız 1, 2, 4. 27-yə baxaq. Dadə iştirak bağlayıcıdır, həmciz üzvləri əlaqələndirir. Dadə iştirak bağlayıcı tabisiz mürəkkəb cümlələri deyə əlaqələndirsin. Dadə qüvvətlənici ədəd olsun, tabili mürəkkəb cümlənin tərkibində işlənsin istəyir bizdən. Könlü və sözü bir olmayan, bunları silək. Könlü və sözü bir olmayan insanın 100 dili olsa da, bilir ki, sada varsa, tabili mürəkkəb cümləni əlaqələndirən qüvvətləndirici ədaddır. 3-ə gedir A. Gündüz də, gecə də sadalama varsa, deməli həmciz üzvləri işlənib. 1-ə gedir B. Bizdə şeir də var, sənət də vardır. Var nə şeir, vardır nə sənət. Görürsünüz, burada tabisi mürəkkəb cümlələri əlaqələndiribdir. Deməli 2-yə gedəcək C. Günəşi örtsə də, yenə sədə var, tabiliyə gedəcək. Hörmətli sədir xitabdır. Bu xalq da sənin kimi vətəndaşdır da. Burada düzdür, qüvvətlənici ədad var, amma tabili mürəkkəb cümlə əlaqələndirməyib. Burada da bağlayıcı var, nə həmcizləri, nə də tabisi mürəkkəb cümlə əlaqələndirir. Ona görə yeni heç bir varianta götürməyik. Oldu cavabımız 1B, 2C, 3A, D.